Ağdam rayonunun Sarıcalı kəndinə və Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 55 ailə, 224 nəfər daimi yaşamaq üçün doğma yurtlarına, fərdi yaşayış evlərinə köçürülüb. Səhər saatlarında yola salınan keçmiş məcburi köçkün ailələri sevinclərini media nümayəndələri ilə bölüşüblər. Onda qeyd edək ki, bugün köçürülənlər də daxil olmaqla Ballıca kəndində 157 ailə və ya 742 nəfər məskunlaşıb. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam edir. Bu dəfəki mərhələdə Ağdam rayon Sarıcalı kəndi və Xocalı rayon Ballıca kəndinə növbəti köç karvanı yola salınır. Təzə evimə gedirəm, çox sevinirəm. Bu dəfə Sarıcalı kəndinə 34 ailə, 141 nəfər, Ballıca kəndinə isə 21 ailə, 83 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirir. Bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyirlər. Ata ocaqlarına dönənlər arasında Əliyevlər ailəsi də var. Sarıcalı kənd sakini Almaz Əliyeva deyir ki, artıq onların arzuları həqiqətə çevrilib. Torpağımızı görürük, Allah'a şükür ki, gedirik torpağımıza görəcəyik. Əkəcəyik, biçəcəyik, becərəcəyik. Hər şeyimiz olacaq inşallah. Adam yaşadıkça hər şey olur da. Öz doğma yurduma gedirəm, öz elimə, obama, bütün qohum əqrabam, nəslim hamısı oradadır. Ailəmlə, uşağımla gedirəm orada pravan yaşamağa. Keçmiş məcburi köçkün Solmaz Əliyeva da fərəh və sevinç hissi ilə aid olduğu torpaqlara qayıtdığını bildirir. Onun diləyi ailəsi ilə birlikdə ömrünün sonuna qədər öz el-obasında yaşayıb övladlarının xeyir işini görməkdir. Şükür bu günə. Həmişə toylarda deyirdik ki, gün o gün olsun, Qarabağda toyumuz edək. Bax, o gün bu gündür. Şükür bu günə ki, biz gedirik torpaqlarımız. Sarıcalı və Ballıca kəndlərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, Ballıca kəndinə çatan ailələrə yeni mənzillərin açarları təqdim olunub. Mərhələli şəkildə doğma torpaqlarına köç edən keçmiş məcburi köçkünlər üçün Ballıca kəndində hər cür şərait yaradılıb. Onların məşğulluq məsələləri diqqət mərkəzində saxlanılır. Ballıca kəndinə köçən sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını bildiriblər. Ailələr açarları təhvil alıb və artıq öz evlərində məskunlaşıblar. Qeyd edək ki, Ballıca kəndi elektrik enerjisi, təbii qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə 40 mindən çox insan yaşayır.